Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Fatma kənd 8 saylı uşaq bağçasında olduq. Elə bağçaya girən kimi diqqətimizi çəkən səliqə səhman oldu. Ana vətən adlı məşğələdə ətrafla tanışlıq mövzusunda uşaqlarla çox möhtəşəm bir toplantı keçdi. Əllərində 3 rəngli bayrağı dalğalandıran körpələrin üzündə əsl vətən sevgisi vardır. O sevgi ki, hər gün müəllimlərimiz onları aşılayır. Müəllim və az yaşlılarla davranış qaydaları elə buradakı nizam-intizamdan bəlli idi. Bağçamızda uşaqlara həm özlərinə, həm də başqalarına hörmət etməyi öyrədirik. Nizam-intizam qaydalarına riayət etməklə uşaqları həm də sağlam inkişafına kömək edirik. Oyun zamanı paylaşmağı və birgə əməkdaşlıq etməyi öyrədirik. Beləliklə, onların dostluq, bacarıqlarını gücləndiririk. Bu qaydaları öyrətməklə uşaqlara düzgün davranışları göstərir, gələcəkdə onları yaxşı insanlar kimi yetişdiririk. 60 yerlik bağçada 3 qrup var ki, bu körpələrə hər gün bugünkü kimi maraqlı məşğələlər keçirilir. Onlara əsl ana qayğısı ilə davranan tərbiyəçilər gələcəyə əsl vətənpərvər şəxslər yetişdirirlər. Az yaşlılar şeirlər oxuyub, musiqilər səsləndirdilər. Elə böyük bir həvəslə məşğələdə iştirak etdilər ki, biz də bu məşğələyə çox maraqla tamaşa etdik. Bağçalarımızı, məktəblərimizi belə nizam-intizamlı görəndə əmin oluruq ki, gələcəyimiz, gəncliyimiz çox parlaq və fəxarət dolu olacaq. Çünki təməl möhkəm olarsa, onu yıxmağa, qalib gəlməyə heç kimin gücü yetməz. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Səxavət Məmmədov adına Digah qəsəbə tam orta məktəbdə şagirdlərlə davranış qaydalarını öyrənmək üçün üst tutduq. Məktəbin direktoru Mehriban Sultanova ilə söhbətimizdə qeyd etdi ki, şagirdlər, gənclər bizim gələcəyimizdir. Onlarla davranış qaydalarına çox diqqət etməliyik. Çünki aşıladığımız hər hərəkət, hər davranış onların gələcəkdə atdıqları addımlara təsir edəcək. Şagirdlərin geyimi, dərsi olan həvəsi, dərsə davamiyyəti bizi heyran etdi. Hiss olundu ki, onlarla davranış qaydaları tam qaydasındadır. Məsələ buna görə ki, bu şagirdlərin dərsi olan həvəsi yüksək idi. Məktəb həyatı hər bir kəsin ömründə bir sınaq yoludur. Bu yolun başlanğıcı uğurlu olarsa, gələcəyin vətəndaşı da seçilmişlərdən və sevilmişlərdən olar. Məktəbin girişində şəhidlərimizin abidəsini, şəkillərini gördük. Bu şəkillər unudulmayan qəhrəmanlarımızın hər gün yaddaşlarda qalmasına bir zəmindir. Hər gün məktəbə addımını atan şagird ilk bu şəkillərlə qarşılaşarsa, heç bir zaman qan yaddaşımızı unutmaz. Biz qalib xalq olaraq öz qalibiyyətimizi hər gün az yaşlı aşılamalıyıq. Çünki qəlbində vətən sevgisi olan hər kəsin ürəyi sevgi və mərhəmətlə döyünür. Bizi qəhrəman yetişdirən də, bizi tanınmış şəxsiyyət formalaşdıran da dəyərli müəllimlərimizdir. Cəmilə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün.